Dostlar salam, bu bizim Ağşəhər Çinar Park yaşayış kompleksində yerləşən qazanxanamızdır. Burada biz Imergaz Zeus Superior modelindən istifadə eləmişik. Bu modelin daxilində 55 kW-lı dolayısıyla yolla qızdırılan boiler var. Bu qazan kondens tiplidir və isidilən döşəmək üçün ideal seçimdir. Bu hidravlik bölücü xüsusi sifarişlə hazırlanıb. Mən onun çerçojunu çəkmişəm və Səbuhi qrup tərəfindən bu hidravlik bölücü yığılıb. Yəni çox gözəl görsənir və məkan üçün xüsusilə seçilib. Üstündə avtomatik hava çıxardan, manometr və drenaj ventili də var. Əsas məsələlərdən biri ferromaqnitli filtr. Pəncərədən çirklənmə dərəcəsini görə bilirik. Mənzilə təxminən 1200 metr boru işlənib və biz bura Siaco APM 25-6 nasosunu tətbiq etmişik. Resirkulyasiya üçün bura Grundfos Comfort TA modelini seçmişik. Bu nasosun təxmini qiyməti 500 manatdır. Amma bu adaptiv nasosdur. Görürsünüz, sensor var. Bu gələcəkdə bağlanacaq isti su çıxışına və bu isti su çıxışını nəzarət eləyir, sizin su istifadənizə baxır və ona uyğun olaraq sürətini azaldıb artırır və ya ümumiyyətlə sönüb fasiləyə gedir və beləliklə də boilerin soyunmasının qarşısını alır, həm də elektrik enerjisinə qənaət edir. Amma bu nasos onsuz da cəmi 7 watt elektrik enerjisi sərf edir. Ərb olmasın deyə bizim burada yumuşaldıcı üçün də çıxışımız var. Soyuq su bu hissədən girir, filtrdən keçir, təzyiq reduktoruna daxil olur. Sonra hidrozərbə amortisatoru və bypass vasitəsilə filtrə qoşulur. Filtr də burada Sintrapur. Az filtrdən hər zaman alırıq bunu, çünki yüksək təmizləmə qabiliyyəti var və gördüyünüz kimi özü də çox kompaktdır. Kompakt olmağı da burada çox böyük üstünlük verir bizə. Çünki yer həqiqətən də azdır. Yerdə görə bilərsiniz ki, cəmi 50 sm dərinliyi var buranın. Maraqlı həllərdən biri də odur ki, bizim buradan yağış suları üçün keçən kanalizasiyamız var və biz bura xüsusi belə bir deməli RTP-nin 50-lik çıxışını əlavə eləmişik. Vreska. Biri aşağıdadır yumuşaldıcı üçün, biri də burada. Buradan isə bizim drenajımız gedəcək. Bu cür kondensat axıdılacaq və töküləcək bura. Bunu da həmişə aralı eləmək lazımdır ki, birdən bu tutularsa kondensat dolub qazanın içinə getməsin. Bu qədər dostlar. Ümid edirəm ki, qazanxana xoşunuza gəldi. Özünüzə yaxşı baxın. Yoxdur, qoy qalıb.